Xoş gördük əziz dinləyicilər. Deməli bilirsiniz ki, hər dəfə İran barəsində hər hansı bir hadisə olduqda və yaxud da İsrailin İranı vurmasında və yaxud da ki, Amerikanın İrana qarşı hər hansı bir addımında İrana bir zərbə dəydikdə o saat Azərbaycanda da kifayət qədər İranın bir trolu var. İranın trolu ilə bərabər həm də müəyyən mənada cahil şiə təəssübkeşləri var ki, o saat ortaya çıxırlar və bunu müsəlman Yəhudi müharibəsinə çevirirlər və güya ki, bunlar indi çox yaxşı insanlardır, bunlar müsəlmanları dəstəkləyirlər. İran haqdır, İranın mücadiləsi haqdır, İran Allahın ordusudur, filan bəsməkan. Güya ki, bu günləri İran məzlumları təmsil edir. Əvvəla bu günləri biz şərh etdikdə mənim üçün qəti surətdə İran və yaxud da İsrail məsələsinə tərəf tutmaqla nəsə əldə etmirik. Əvvəla burada heç birini əldə etmək yoxdur. Biz şərh edirik və güclü tərəfləri, zəif tərəfləri deyirik. Bu kiməsə xoş gəlmirsə gedib su içsin. Biz bunu deməyə borcluyuq. İkinci bir məsələ. Necə oldu İran məzlumdur? İran bugün müsəlmanları təmsil edir. Əvvəla biz İran barədə danışdıqda İranda məzlum insanlar yaşayırlar. İranda həqiqətən İran istibdadından, İran hakimiyyətindən əziyyət çəkən insanlar yaşayırlar. Farsı olsun, Kürdü olsun, Azərbaycanlısı olsun, Türkməni olsun, fərq etməz. Biz İranı qınadıqda İran hakimiyyətini qınayırıq. Çünki İran hakimiyyəti zalim bir hakimiyyətdir. İran hakimiyyəti müaviyyə hakimiyyətidir. İran hakimiyyəti İsrailin müsəlmanlara vurduğu zərbədən daha çox İran hakimiyyəti öz xalqına zərbə vurub. Bu günləri İran xalqına ən çox zərbə vuran elə İran hakimiyyətidir. 79-cu ildən bəri İran xalqına onlar məhv edirlər, onlar öldürürlər, onlar evin həbsxanasında məhv ediblər və bu günləri məzlum yaşayan İran xalqının necə deyirlər baiskarı da İran hakimiyyətidir. Bunları bir-birinə qarışdırmayın. Biz İran hakimiyyətinin apardığı siyasətə tənqid eləmişik. Bu bir. İkinci bir məsələ. Necə oldu İran məsələsi gəldikdə İran məzlumları müdafiə edir dedikdə, bəs nə oldu? Ukraynadakılar məzlum deyilmi? Ukraynada uşaqların, körpələrin başına Buçada 130-dan çox körpənin öldürülməsində İran şahid dronları iştirak etdikdə, bəs Ukraynalılar məzlum olmurdu? Necə olur məzlumiyyət burada yadıza düşür? Necə olur burada İranda insanlar, vətəndaşlar öldürürlər və bizim ürəyimiz ağrır. Bunu yadınızdan çıxardınız. Onlar məzlum deyil. Bəs İran necə olur irticaçı Putin hakimiyyətinə, terrorçu Putin hakimiyyətinə silah verir, şahid dronları verir və məzlum Ukrayna xalqının başına atdırır bunu. Bunu İran hökuməti etmirdimi? Necə oldu? İndi məzlum oldu İran hökuməti. İndi müqavimət hərəkatının başı oldu İran hökuməti. Bəs necə olur? Azərbaycanın 44 günlük müharibəsində Azərbaycan xalqının məscidlərində donuz saxlayanda erməni ilə qardaş olan Ya Zəhra deyən İran necə oldu? Bu günləri məsələ Yəhudilər gəldikdə Yəhudilər lənətləyirsiniz, erməniləri gələndə ermənilərə sevgi zardır və necə olur bu? Bəs İran nəyə ruporluq edirsə sizin üçün məzlumiyyət ordadırmı? Azərbaycan 44 günlük müharibəsində Azərbaycan xalqının başına ən böyük oyunu açan Xudafərin istiqamətində Azərbaycan ordusunu 2 günlük gecikdirən Sepah deyildimi? 6 dəfə Azərbaycan sərhəddində Azərbaycana hədə qorxu gəlmək üçün təlim keçirdən, Ermənistanla birlikdə təlim keçirdi və təlimin adına Ya Zəhra təlimi qoyan İran deyildimi? Necə olur məzlum Azərbaycan xalqına, şiə Azərbaycan xalqına Ermənistanla birləşib Ya Zəhra dedikdə məzlumiyyət harda qaldı? Bəs müsəlmanlıq harda qaldı? Orada da mı müsəlmanları müdafiə edirdi İran? Ya Zəhra təlimini Ermənistanla keçirən İran məzlumdurmu? Ya Zəhra təlimini Ermənistanla keçirən və müsəlman Azərbaycana qarşı keçirdən İran olur müsəlmanların necə deyirlər, dahi rəhbəri? İsrailə qarşı vuruşanda dahi rəhbər olur, Ermənistana qarşı vuruşanda nə olur? Yox, isə bu başqa bir məsələ. Necə başqa məsələdir? Münafiq olmayın, insan olun, müşrik olmayın. Əgər müsəlmansınızsa ki, mən sizin müsəlmanlığınıza şübhə edirəm, çünki siz öz yoxlayın, görün müsəlmanlıq necə olur. Siz müşriklük ilə müsəlmanlığı bir-birinə qarışdırmayın. Siz
fasiqliklə müsəlmanlığın fərqini bir-birinə qarışdırır. Məzlumiyyət hər yerdə məzlumiyyətdir. Bu gün İran xalqı da məzlumdur, Yəhudi ölən uşaq da məzlumdur. Məzlumun milləti olmur. Harda öldüsə məzlumdur. Və bu günləri İran xalqının başına oyun açan da yenə də İran hakimiyyətidir. İran hakimiyyətini İran xalqı ilə heç vaxt bir tutmayın. Məzlumiyyət başqa bir şeydir. Bu günləri İran artıq Təl-Əvivi vurur. Vuracaq. İran Təl-Əvivdə nəyi vurur? Yaşayış yerlərini vurur. Çünki gücü ona çatır. Bu günləri amma İsrail isə dəqiq texnikanın ən dəqiq silahlarından istifadə edən İsrail lazım olan obyektləri vurur və İranı kör vəziyyətinə salır. Mən demirəm Netanyahu hökuməti çox belə humanist bir hökumətdir. Xeyr, o da humanist hökumət deyil. İran hökuməti nə qədər dindar, nə qədər dindən istifadə edən bir rəhbərliyi varsa, eynən Yahudilərin də, eynən Netanyahu da elə bir şəxsdir. Amma biz müqayisə etdikdə müasir texnikanı və dövlətlərin güclərini ortaya qoyurur. İsrailin bir gündə etdiyi böyük hadisə, İrana vurduğu böyük hadisənin qiymətini biz ortaya qoyuruq. Bir də İranın nə etdiyini qiymətini ortaya qoyuruq. Və biz bununla da bildiririk ki, kim güclüdür, kim bu məsələdə güclü çıxdı, kim buradan zəif çıxdı. Əlbəttə ki, İran da vuracaq, orada yaşayış binalarını da dağıdacaq. Amma İsrail nə etdi? İsrail 200 zərbə ilə İranın demək olar ki, iqtisadiyyatını bir gündə iflic vəziyyətə saldı və İranın Xamneyinin ən yaxın adamlarını, generallarını ortadan qaldırdı. Bu günləri İran nə etdi? 5 dənə evi dağıdıblar Təl-Əvivdə. Vurun Təl-Əvivin yarısı qırılsın. Bu məsələ deyil. Sən bir bina dağıdırsa, o binanın qiyməti tutaq ki 50 milyon manatdırsa, amma sən təkcə bir dənə S-300-ün qiyməti gəlir ondan baha çıxır və bu günləri İranın demək olar ki, bütün texniki və anbarları, təchizatları ortadan qaldırır və generalları ortadan qaldırır. Bu gün İran demək olar ki, məhv edilmiş vəziyyətdədir və böyük ehtimalla İranın siyasi qanadına toxunmurlar. Ona görə siyasi qanadına toxunmurlar ki, şərait yaradıblar. Ya siz təslim olun, təslim olursunuz, olun. Olmursunuzsa sabah siz də öləcəksiniz. Yəni mən bunu demək istəyirəm. Məzlumiyyət məsələsini bu gün İran məzlumları qoruyur, İran şiələri qoruyur, İran müsəlmanları qoruyur. Xeyr, mənim əzizim, İran hakimiyyəti ilə Müaviyyə hakimiyyəti arasında heç bir fərq yoxdur. Hətta İran hakimiyyəti Müaviyyə hakimiyyətindən daha zalimdir. Təşəkkür edirəm diqqətinizə görə.